Yerli rəsmilərin bildirdiyinə görə, Rusiya çərşənbə axşamı gecəsi Ukraynanın Xarkov şəhərinə dron hücumu həyata keçirib. Rəsmilərin sözlərinə görə, şəhərin sənaye hissəsində yaşayış binası vurulub. Associated Press-in məlumatına görə, Dövlət Fövqəladə Xidməti xilasedicilərin böyük yanğınla mübarizə apardığını əks etdirən video yayımlayıb. Xəsarət alanlar barədə məlumat verilmir. Regional qubernator Oleg Kiperin bildirdiyinə görə, Rusiyanın Ukraynanın Qara dəniz sahilindəki Odessa limanına hücumu nəticəsində də 2 nəfər yaralanıb. Ukrayna Hərbi Hava Qüvvələri bildirir ki, Rusiya gecə 6 Ukrayna vilayəti üzərində 134 ədəd şahid və aldadıcı dron buraxıb. Onlar bildiriblər ki, 67 dron məhv edilib, 47-si radarlardan itib. В районе Сладино сдали на загроза для места.